Nəyə görə mənim videolarım tez kəsdir, daha doğrusu fikrimi tamamlanmamış kəsdir. Dünən bir nəfər canlıda, bir nəfər də kommentdə yazdı ki, sən videonun tam fikri bildirməmiş kəsilir. Belə nüanslar çoxdur. Dünən də dediyim kimi, bu da belə müştərinin, izləyicinin daha doğrusu. Bu da müştərilərlə işləyirik. Fikir qarışır. Yəni izləyicini sən daha sonraki videoyu izləsin deyə, yəni belə deyim, intriqa yaranır. Müştəriyə həmişə maraqlı olur. Çünki biri var, sən fikri tamamlayırsan, sonra qalırsan ki, fikri tamamlamışsan, amma cümləni tamamlaya bilmirsən də, nətər tamamlayasan, necə tamamlayasan ki, maraqlı olsun, qalırsan fikirləşə. Onda da videonun axırına elə bir ki, başlığın yaşı getirsən də, axırı nətərsən, axırı maraqsız olur, yəni onu da izləyici görür. Ona görə orada 15 saniyə qoyuram, bir də başqa nüans var, onu o birisi videoda deyəcəm. Orada 15 saniyə və yaxud 20 saniyə qoyuram, bir başlayıram danışmağa.